Hər vaxtınız xeyir əziz şagirdlər. Bugün sizlərlə bir yerdə fizika 7-ci sinif dərsliyində yolun və yola görə sürətin qrafik təsviri dərsində öyrəndiklərinizi tətbiq edin. Həmçinin də öyrəndiklərinizi yoxlayın hissəsində verilən sualların izahına baxacağıq. Sualların izahına keçməmişdən öncə YouTube kanalımıza abunə olmağı unutmayın ki, digər dərslərində izahlar gəldikdə xəbərdar olasınız. Gəlin başlayaq birinci sualımızdan. Şərtdə deyilir ki, 10 saniyə ərzində 2 avtobusdan biri 20 metr bölü saniyə, digəri isə 30 metr bölü saniyə sabit sürətlə hərəkət edir. Onların hər biri üçün ayrılıqda sürət zaman qrafikini qurun və qrafiklərin altında qalan sahələri rəngləyin. Fikir versəz, zamanımız verildi 10 saniyədir. Zamanı da T hərfi ilə işarə edirik. T bərabərdir yazaq 10 saniyə. Deyir ki, 2 avtobusdan biri 20 metr bölü saniyə ilə, digəri 30 metr bölü saniyə sabit sürətlə hərəkət edir. Deməli, birinci avtobusumuzun sürəti oldu 20 metr bölü saniyə. Sürəti V hərfi ilə işarə edirik. Bunları bir-birindən fərqləndirmək üçün indekslərə 1 və 2 yazacağıq. Birinci avtobusun sürəti olduğundan V1 bərabərdir yazaq 20 metr bölü saniyə. İkinci avtobusun sürətinə isə 30 verir, fikir versəz. Onda yazacağım ki, V2 bərabərdir 30 metr bölü saniyə. Və bu sürətlər fikir versəz deyir sabitdir. Sabit sürət demək, yəni sürətin dəyişməməyi deməkdir. Deməli, burada bizim sürətlərimiz dəyişmir. Birinci avtobusun sürəti 20-dirsə, yenə dəyişməyəcək. İkincinin sürəti 30-dursa, bu 10 saniyə ərzində onların sürətləri dəyişmir. Onların hər biri üçün ayrılıqda sürət zaman qrafikini qurun və grafiklərin altında qalan sahələri rəngləyin. Birincinin qrafikini ayrı-ayrılıqda quraq. Bax, birinci sürətin V-nin zamandan asılı qrafikini istəyir T-dən. Gördüyünüz kimi 10 saniyə müddətində dedik, sürətimiz sabit qalacaq. Şərtdə özü deyir, sabit sürətlə. Deməli, mənim sürətim 20-dən sabit qalmalıdır. Bax, burada sürətin qiyməti tutaq ki, 20 olub və 20-dən sabit olmalıdır. Baxın, fikir versəz, məsələn, zamanını tutaq ki, bax, buraya uyğun 1 saniyə. Tutaq ki, buraya uyğun 2 saniyədir və s. Ən sonda, bax, burada da 10 saniyədir. Fikir versən, bu zaman müddətində, bax, 1 saniyə uyğun sürətin olub 20. 2 saniyədə uyğun sürətin olub 20. 10 saniyədə uyğun sürətin olub 20. Yəni, sənin sürətin dəyişməyib hər bir saniyədə. Gördüyümüz kimi, bu da sürətin zamandan asılı qrafiki oldu. Hansı ki, gördüyümüz kimi, sürət burada zamandan asılı deyil və qiyməti sabitdir. İkincinin də yenə VT qrafikini çəksək, ikinci avtobusun. Burada da sabit qrafikini çəkməlisiniz. Sadəcə qiymətimiz 30-dan. Tutaq ki, bura 30-dur və 30-dan sabit çəkirsiniz. Bunlar oldu bizim sürət zaman qrafikimiz. İkinci hissədə isə deyir ki, qrafikin altında qalan sahələri rəngləyin. Yəni, bu hissəni silək. Hələlik. Bu 2 və 1 də silirəm. Yəni, gördüyünüz bu qrafiklərin, bax, bu qrafikin aşağısında qalan hissəni rəngləyin deyir. Rənglədik. Gördüyünüz kimi, zaman oxuyla əmələ gətirdiyi müəyyən bir fiqur alınır burada hər bir qrafikin. Bizdən avariyyatda soruşur ki, bu sahələrin qiyməti nəyi ifadə edir? Fikir versəz, burada bir düzbucaqlı alınıb. Düzbucaqlının sahəsində riyaziyyatdan bilirik. S bərabərdir. A vuraq B-dir. Yəni, onun eni və uzunluğunun hasilidir. Fikir versəz, bax, bu hissə gördüyünüz kimi elə 0 və 20-nin arasıdır. Yəni, 0-dan 20-nin arası nə qədər? 20-dir. Digər hissə isə, bax, bu hissədə yenə 0 və 10-un arasıdır. O da 10-dur. 20 və 10 nədir? Sürət və zamandır, fikir versəz. 20, bax, burada sürətindir. T-də zamanındır. Yəni, burada sən S-i tapanda, fiqurun sahəsini tapanda V-ni vurdun T-yə. Və biz də bilirik ki, hansı ki, yola görə sürətin düsturunu verəndə V bərabərdir, L bölək T-dir. Buradan L-i tapsaz, olacaq V vuraq T. Deməli, burada bizim bu qrafikimizin zaman oxu ilə əmələ gətirdiyi, bax, bu fiqurun sahəsi, düzbucaqlının sahəsi bizə gedilən yolu verir. Deməli, burada biz artıq sahəni tapmaqla gedilən yolu L-i tapmış oluruq. Eyni ilə bu hissədə də, baxın, fikir versəz, bura 0-sa, bax, bura. 0 və 30-un arası bu hissəndir, yəni 30-dur. Bu da 30-dan nədir? Sənin sürətindir, V. Digəri isə, bax, məsələn, burada 10 yazacaq, bu zamanımızdır. Bax, fikir ver, 0 və 10-un arası nə qədərdir? 10-dur. Bu da 10 da sənin, hansı ki, burada gördüyün zamanındır. Yenə burada sürəti zamana vurmaqla sən fiqurun sahəsini tapacaqsan. O da biz dedik ki, sürətin zamanı hasili yoldur. Deməli, sən burada VT qrafikində fiqurunun sahəsini tapmaqla gedilən yol tapmış olacaqsan. Bunu yadımızda saxlayırıq ki,
Deməli biz əgər ki sürət zaman qrafiki verilərsə, qrafikin zaman oxu ilə əmələ gətirdiyi fiqurun sahəsini tapmalıyıq və oradakı o sahə bizə verəcək, hansı ki, bax bu gedilən yolu elə vermiş olacaq. B variantında soruşur ki, hər iki grafiki eyni koordinat sistemində qurun. Qrafiklərin altında qalan sahələrin fərqini ifadə edin. Fikir versəz biz ayrı-ayrı da qrafikləri çəkmişdik. İndi deyir ki, ikisini də eyni qurun. Bunun üçün silirəm bu hissəni. Yəni çəkək. V-nin T-dən asılıq qrafikini çəkəcəyik. Sadəcə indi burada hansı ki, hər ikisini çəkməliyik. Fikir versəz 20 böyükdür, yoxsa 30. 30 daha böyükdür. Deməli 30-u daha yuxarıdan çəkəcəm, amma 20-ni daha aşağıdan çəkəcəm. Fikir versəz, bax 20 bura olsun, tutaq ki, burada 30 olsun. 20-dən sabit. Bu oldu sənin birinci avtobusun. 30-dan sabit, bu da oldu sənin ikinci avtobusun. İndi nə deyir? Burada deyir ki, hər iki qrafik eyni koordinat sistemində qurduq. Qrafiklərin altında qalan sahələrin fərqi nə ifadə edir? Fikir versəz, bax. Hər birini ayrı-ayrı göstərəcəm. Birincinin qrafikinin, bax bu birincinin qrafikinin aşağısında qalan hissə, bax bura gördüyüm bu sahə olacaq da. Bunu da rəngli bir şeylə göstərək, mavi rənglə göstərək. Bax bura oldu. Bu hissə oldu. Bu birinciyə aid. İkincini də qırmızı rənglə göstərəcəm. Baxın, ikincinin gördüyünüz kimi bax bu hissəsi ən aşağısında qalanı. Tamamilə aşağısında qalan hissə qırmızı ilə göstərəcəyim. Bax, bu bütöv hissə oldu. Yəni, səndən soruşur ki, indi bu sahələrin fərqini çıxsam, bu nə ifadə edir? Mən bayaqlar qeyd etdim ki, sahələr gedilən yolu ifadə edir. Yəni, sən buradakı ikinci hissədəki fiqurun sahəsini tapsan, bu sənin ikinci avtobusunun getdiyi yoldur. Yəni, L2-dir. Və onda nədən tapacaqsan? V2 vuraq T-dən. Yəni, 30 vuraq T, o da sürətin fikir versən, V2-in 30-dur, zamanın T-in də 10-dur. 30-u vur 10-a olacaq 300. Hansı ki, bu deməli sənin ikinci avtobusun getdiyi yoldur. Amma birinci avtobusun getdiyi yol tapanda, yəni fiqurun sahəsini tapanda, L2-ni, L1-i tapanda olacaq V1 vuraq T. V1-in də bax, şərtdə də verilib 20-dir, T-in də 10-dur. 20 vuraq 10, o da olacaq 200. Həm də ki, fiqurun sahəsindən bilirik də dedik. Bax, buraya uyğun zaman anlarının hər biri, hər ikisində də 10 saniyədir, T-yə 10 saniyə verilib və fiqurun sahəsini tapanda eni və uzunluğun hasisi olur. Yəni 20 vuraq 10 birinci avtobusda olur, ikincidə isə 30 vuraq 10 300 olur. İndi bunların fərqini soruşur. Əlbəttə ki, gedilən ştrixlənmiş hissələrin fərqini, sahələrin fərqini soruşur. Deməli, yollar fərqini soruşur. Yəni L2 çıxaq L1-i soruşur. Onda L2 çıxaq L1 bərabərdir. 300 çıxaq 200, o da olacaq 100. Beləliklə, öyrəndiklərinizi tətbiq edini bitirdik. İndi öyrəndiklərinizin yoxlayına baxırıq. Qatar 20 metr/saniyə sabit sürətlə hərəkət edir. Qatarın hərəkətinin sürət zaman və yol zaman qrafiklərini qurun. Fikir versəz, 20 metr/saniyə sürətlə və özdə sabit sürətlə hərəkət edir. Qeyd etdik ki, sabit sürətlə deyirsə, deməli sürətim dəyişmir. Müəyyən bir zaman aralığı var ki, hansı ki, o zaman aralığında mənim sürətimin qiyməti dəyişmir. Deməli, onda mən V-nin T-dən asılıq qrafikini, yəni sürət zaman qrafikini qursaq, sürətin V-dir, zaman da T-dir. Yəni səndən burada VT qrafikini istəyir. Yol zaman deyəndə yolun L-dir, zaman da T-dir. L-T qrafikini istəyir. Sürət zaman qrafikimiz onda V-nin T-dən asılıq qrafiki olacaq 20-dən sabit. Çünki sürətin deyir ki, sabitdir. 20-dən sabit. Fikir versən, sabitdir. Dəyişmir sürətin. Yol zaman qrafikində isə indi burada düz sıra fikir vermək lazımdır. Bayaqlar dedik ki, yol L bərabərdir, VT hasilinə bərabərdir. Burada sürət sabit olduqda yol zamandan düz asılı olacaqdır. LT-dən düz asılıdır. İndi buna bir nümunə də göstərə bilərik. Məsələn, tutaq ki, bizim avtobusumuz var. Hansı ki, 1 saata gedir 20 km. Tutaq ki, deyirəm, 1 saata getdi 20 km. İndi burada sürət tapmaq üçün əlbəttə ki, gedilən yolu zamana bölməlisən. Yolun 20 km-dir, zamanın da 1 saatdır. Kilometr belə saatlı ifadə edəcəm, hansı ki, çevirmə etmirəm. Bu zaman yola görə sürət tapanda 20-ni böləcəksən 1-ə, o da olacaq 20. İndi avtobusun hansı ki, əgər ki, sürəti dəyişmirsə, bu zaman o yenidən hansı ki, digər 1 saatda da 20 km getməlidir ki, yenə sürətin 20 olsun. Yəni, sənin sürətin ədədi qiyməti dəyişməsin. Digər 1 saatda da yenə 20 km getməlidir ki, sənin sürətin 20 km/saat olsun, dəyişməsin. Yəni, bu bərabər sürətli hərəkətdir. Baxaq, indi görək, yol artdıqca zaman da artırmı? Fikirdir.
20 üstə 20 gəl 40 kilometr. 40 kilometri nə qədər vaxta getdi? Ümumi 1 üstə gəl 1 2 saata. Deməli, sənin avtobusun onda 2 saata getdi 40 kilometr. İndi fikir ver. 20 üstə gəl 20 plus bir dənə də bax bu 20-ni də gəl, oldu 60 kilometr. 60 kilometrə ümumi nə qədər vaxt sərf edir? Bax 1-in üstə 1 gəl 2, plus burada da 1 var axı. Onu da nəzərə almaq lazımdır. 2-in üstə 1 gəl 3. Deməli 60 kilometrə 3 saat vaxt sərf etdi. Bu zaman 3 saata uyğundur 60 kilometr. Bunların hər birində sürətləri tapsan, yenə sürət tapmaq üçün gedilən yolu zamana bölürsən. 40-ı böləcəksən 2-yə. Necə düşdü? 20 düşdü yenə. Yenə burada sürət nə oldu? 20. 20 kilometr bölək saat. Digərində də 60-ı böləcəksən 3-ə, yenə 20 oldu. 20 kilometr bölək saat. Baxın, fikir versəz gördüyünüz kimi ədədi qiymət dəyişmədi. Deməli, burada artıq hərəkətin bərabər sürətli hərəkətdir. Amma yol zamandan düz asılıdırmı onu biləcəyik. Bax, fikir ver. 1 saata 20 kilometr getmişdi. Bayaqları burada yazdıq. 1 saata 20 kilometr getmişdi. 2 saata 40 kilometr getdi. 1 saatdan 2 saata zaman neçə dəfə artdı? 2 dəfə artdı. Yolun 20 kilometr idi. Sonra 40 kilometr oldu. 20-dən 40-a neçə dəfə artdı? 2 dəfə artdı. Deməli, zaman 2 dəfə artanda yolun da 2 dəfə artdı. Fikir ver, deməli düz aslıq oldu. Və düz aslığın da qrafiki, hansı ki siz riyaziyyatdan bilirsiniz, y bərabərdir kx funksiyasından. Baxın, gördüyünüz bu şəkildə olmalıdır. Belə bir nümunə ilə də sizlərə sübut etmiş olduq ki, hansı ki gördüyümüz kimi zaman neçə dəfə artırsa düz xəttə bərabər sürət hərəkətdə. Yol da bir o qədər dəfə artır, amma sürət dəyişmir. Və qrafikdə, sürətdə gördüyünüz kimi bu sabit qrafikidir, dəyişməməyin uyğundur. Amma yol zamandan düz asılı olduğundan bu da düz aslığın qrafiki olmuş oldu. Silirəm bu hissəni. İkinci sualda isə deyir ki, bərabər sürətli hərəkətin sürət zaman qrafikində sürət zamandan asılıdırmı? Adından da görünür, hərəkət bərabər sürətli hərəkətdir. Dedik ki, bərabər sürətli hərəkətdə sürət dəyişmir, sabitdir. Və bu zaman əlbəttə ki, sürət zamandan asılı olmayacaq. Yəni, zaman nə qədər dəyişir, dəyişsin, fərqi yoxdur. Sürətin qiyməti sabit qalacaq. Bayaqki halda da fikir versəniz, 1 saat idi, sonra 2 saat oldu. Amma yenə də ümumi zamanın dəyişdi, amma yenə də sənin sürətin dəyişmədi. 20 almışdıq bayaqlar. Bərabər sürətli hərəkətdə adından da görünür, sürət bərabərdir və deməli dəyişmir. O da deməli sürət zamandan asılı deyil. Və burada da qrafikimiz gördüyünüz kimi V-nin asılılıq qrafikini bayaqlar çəkmişdik. Bax, bu sabit qrafikidir. Üçüncüdə, düzxətli bərabər sürətli hərəkətin yol zaman qrafikində yol zamandan necə asılıdır? Bayaqlar qeyd etdik ki, L bərabərdir VT olduğundan burada yol zamandan düz asılıdır və qrafikimiz LT-dən asılığı, düz mütənasib asılığı çəkməlisiniz. Dördüncü sualda düzxətli bərabər sürətli hərəkət edən avtobus 3 dəqiqədə 3 km 600 metr yol getmişdir. Avtobusun hərəkətinin sürət zaman qrafikini qurun. Bu hissəni silirəm. Fikir versəniz, düzxətli bərabər sürətli hərəkət deyir. Deməli, sənin sürətin dəyişməyəcək. Yəni, sən artıq burada sürətin zamandan asılı deyildir. Sürət zaman qrafikini qurmağımızı istəyir. V-nin T-dən asılıq qrafikini qurmağımızı istəyir. Yəni, əvvəlcə sürətin qiymətini tapmağa çalışaq. Fikir versəniz, bizə qiymətlər verilmişdir. 3 dəqiqədə deyir, zaman verildi deməli bizə. T oldu 3 dəqiqə. Dəqiqədən saniyəyə keçirəm. 3 dəqiqə, hansı ki 1 dəqiqəm 60 saniyə olduğundan 3 dəqiqəm 3-ü vuracam 60-a. O da olacaq 180 saniyə. Sonra deyir ki, 3 dəqiqədə 3 km 600 metr yol getmişdir. Yolu L hərfindən işarə edirik. L də bərabərdir 3 km 600 metr. 1 kilometrin 1000 metrdir. Onda 3 kilometrin olacaq 3000. Deməli, burada 3000-in üzərinə 600 gələcəksən. O da olacaq 3600 metr. Niyə üstə gəldim? Çünki elə bil bu 3 kilometr gedib. O da 3000 metr eləyir. Plus da bir 600 metr də gedib də. 3 kilometr 600 metr deyib. Ona görə 3000 üzərinə 600 gəldim. O da oldu 3600 metr. İndi mən sürəti tapa bilərəm. V bərabərdir. L bölək T düsturundan tapıram. L-in 3600 bölək T-in 180. Sıfırlar getdi. 360-ı 18-ə böləndə alacaqsınız 20. Deməli, cavab aldıq ki, sürətə 20 metr bölək saniyə. Qrafiki quranda da dediyim kimi bərabər sürətli, düzxətli bərabər sürətli hərəkət olduğundan sənin sürətinin qiyməti dəyişməyəcək. Yəni, bax, burada gördüyün 20-dən sabit olacaqdır və sürətin zamandan asılı olmayacaqdır. Zaman fikir versən, bax, tutaq ki, burada 1 saniyə, tutaq ki, burada 2 saniyə, tutaq ki, burada 3 saniyə və s. Fikir versən, hər birində, bax, burada
1, 2, 3. Hər birinə uyğun sürətin qiyməti bax birincidə 20-dir, ikincidə də yenə 20-dir, üçüncüdə də fikir ver yenə 20-dir. Hər birində dəyişmir. Zaman dəyişir, amma sənin sürətin qiyməti dəyişmir. Çünki hərəkət düz xəttli bərabər sürətli hərəkətdir. Düz xəttli bərabər sürətli hərəkətdə isə sürət dəyişmir. Beləliklə əziz şagirdlər, sizlər üçün burada olan sualların izahını verdim. Ümid edirəm ki, izahlar sizlər üçün aydın oldu. Əgər videodan yararlandınızsa da, əməyə qarşılıq olaraqdan videonu bəyənməyi, həmçinin kanalımıza abunə olmağı unutmayın. Digər dərslərdə görüşənədək özünüzə yaxşı baxın. Sağ olun.